Bugün sizlərlə kiçik bir mövzu haqqında danışmaq istəyirəm. Sakit qalıram deyə, susuram deyə, heç nə demirəm deyə. Elə bilirlər ki, mən heç nədən incimirəm, heç nəyə görə küsmürəm. Elə bilirlər ki, yorulmaq anlayışı ümumiyyətlə mənə aid deyil. Amma həqiqət heç də belə deyil. Sadəcə insan bir yerdən sonra danışmağı dayandırır. Çünki hər dediyini anlamayan insanlara özünü izah etməkdən yorulur insan. Mənim də ətrafımda təəssüf ki, çox belə insanlar var. Hansı ki, rəfiqə dediyim, dost dediyim insanlar. Hansı ki, mən onları özüm qədər, hətta özümdən də çox düşünmüşəm. Pis günlərində yanlarında olmuşam, sevinəndə ilk mən sevinmişəm, xeyirlərində, şərlərində ilk mən qaçmışam. Amma iş mənə gələndə eyni diqqəti, eyni incəliyi, eyni düşüncəni görə bilməmişəm. Və bu qarşılıq gözləmək deyil əslində. Sadəcə insan istəyir ki, dəyər verdiyi qədər dəyər görsün. Ən azından xəstə olanda kiçik bir diqqət, kiçik bir qayğı, kiçik bir düşüncə olsun. Çox şey deyil əslində. Bəlkə də problem məndədir. Bəlkə dostluqda özümdən çox kimlərisə düşünməkdə, özümü çox geri plana atmağımdadır. Amma bir şey dəqiqdir ki, istər dostluqda, istərsə də sevgi münasibətlərində kiməsə görə özünü unutmaq və özündən çox başqasına dəyər vermək lazım deyil. Bugün mən də özüm üçün bir yaşlıq edib, ətrafımda mənə layiq olmayan insanları həyatımdan çıxartdım. Artıq mənim üçün sadəcə salam və sağ oldan ibarətdilər. Siz də belə edin, öz dəyərinizi özünüz verin. Başqasının sizə dəyər verməsini gözləsəniz, hər şey üçün, ən əsası da özümüz üçün çox gec olacaq. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.